Rusiyada 2026-cı il mayın 1-dən etibarən sosial ödənişlər vergi sistemi, qeydiyyat qaydaları və maliyyə əməliyyatlarını əhatə edən yeni qanunvericilik dəyişiklikləri qüvvəyə minir. Yeniliklər həmçinin malların markalanması sisteminə və sürətli ödənişlər vasitəsilə aparılan gündəlik hesablaşmalara da təsir edəcək. Bununla yanaşı vətəndaşların qeydiyyatdan çıxarılması qaydaları da dəyişir. Prosedur xüsusilə mənzil sahibləri üçün sadələşdirilir. Faktiki olaraq ünvan üzrə yaşamayan şəxslər üçün formal qeydiyyat artıq kifayət etməyəcəkdir. Dəyişikliklər boşanmış şəxslərə, ayrı yaşayan yetkin uşaqlara və başqa ünvana köçmüş vətəndaşlara şamil oluna bilər. Məhkəmə qərarından sonra qeydiyyatdan çıxarılma müvafiq qurumlar vasitəsilə həyata keçiriləcəkdir. Sürətli ödənişlər sistemi üzrə tariflərdə də dəyişiklik var. Fiziki şəxslər arasında aparılan köçürmələr, o cümlədən şəxsin öz hesabları arasında əməliyyatlar komissiyasız qalır. Digər hallarda isə komissiya tətbiq olunacaqdır. Hüquqi şəxslər, fərdi sahibkarlar və özünün məşğul şəxslərin iştirak etdiyi əməliyyatlar ödənişli olacaqdır. Komissiya məbləği hər əməliyyat üçün 5 qəpikdən 3 rublə qədər müəyyən edilir. Fiziki şəxslər arasında beynəlxalq köçürmələr üçün isə 6 rubl həcmində sabit komissiya tətbiq olunacaq. Vəsaitin qəbul edilməsi isə pulsuz qalacaq.